ayağımın uyuşmağıdır. Ayağım uyuşur. Biraz ayağım ağrıyır. İndi həkim dedi ki, səhər yox, birisi gün 3 həftədir. O birisi ikinci gün, bu ikinci gün yox, o birisi ikinci gün bir ay tamam olur əməliyyatım. Gedəcək, müayinə edəcək, fizioterapiya yazacaq. Masaj. Emin həkimə gidəcəm. Mən onu yiyənlərəm. Saldım. Bu gün olur ağzıma. Gah mürəbbəni tökürəm üstümə. Gah onu tökürəm üstümə. İtaat atacağım. Sata bilməmişəm. O birisi beyhəm pulunu istəyir ya. Deyir beyhəm ki, saxlayın. Bilmirəm da, nə? Bunu öyleydim. Xaladan kimdə 3-4 dənə xoruz var, qapımın xoruzu. Pişirə bilmədim, ərinirəm. Ayaq üstələ çox qalamıram. Süreyyanın vaxtı tamam oldu da. 9 gün bir baxdı vəfa gedəndə. 10 gündə bir baxdı. Artıqlamasından pulunu aldı. Pulunu verdim. Da mənim pulum yoxdur ki, təzədən gəlsin, mənə baxsın. Ayağa dura bilirəm. Tüyoğumun düzəmin özüm verdim yemin. Məftun olanda məftun verir, olmayanda da mən deyə verirəm. O da pulla baxırdı. O da film. Prosto əmrəm, yemək pişirə bilmirəm. Mənim deyiləcək çox sözüm var, prosto demirəm. Yine bu TikTok'da yaltaq olasın.
TikTokda yenə yaltaq olasın. Mən yaltaq deyirəm. Kimə yaltaqlanmışam? Altın doldu puluna. Nə bilirsən, pulumu saymışsan? Altın doldu. Reklam nöbrəndə. Sübərlik Sultanlı, xoş gəldin. Çörəsiz yeyirəm də. Doydum. Mən heç vaxt TikTok'da ağlamamışam. Yataq xəstəsi oldum. Pulumu verdim, Süreyya baxdı. Hə, nə olsun işmə? Pulumu verdim, baxdı. Mən yataq xəstəsi olub da mən pis günlərdə qalmamışam, əməliyyat olmuşam, durub ayağa gəzə bilmişəm. O ağır xəstələr var, tərpənə bilmir, altına qav gətirirlər, düzdür. 2 həftə yerdə zəriyəndə bir 2-3 dəfə məftun gətirdi. Qalan vaxtlar gedim, onda otarmağa məyağa dura bilmirdi, məyağı tutulmuşdu. İndi o lap o xəstələr olur, tərpənə bilmir. Nağarım, ailəm yoxdur. Ona görə də onunla mühtaç qalım, nağarım. Çörəksiz yeyirəm. Yox, satmadım nüçqalarımı. 2 dənəsini kəsdik, yedik. Dünən nüçqa qızartdıq. Kimin pullarıdır? İzləyicilərimin, dəstəkçilərimin pullarıdır. Mən kiməm ki? Oturmuşam burada, mən PKL pulumu qazandım. Mənim bankım yox, dükanlarım yox, obyektlərim yox, izləyicilərimin puludur. Haqqı itirirəm, haqlarım. Bunun ağzındakı bu yemək onun puludur. Olmur o Aysel Ayaq Sultanlıq. 30 min bir sənin almalıdır. Mən evlənsəm peki 30-40 min $10. Maraqlı bir şey olanda. İndi mən burada boş-boş oturmuşum, elə 10 minə yaxında. Həm də keçən dəfə Allah'tım. Yeyinirəm. Öz sevən izləyicilərim deyir. Burada indi 9600 adam var. Onun hamısı mən istəmirəm. Eləsi var gəlir sür, haqsız yerə, eləsi var nələr yazır. Eləsi var bir mahəd yatan kimi qızlar tökürüşür direktdə, oğlanlar tökürüşür. Niyə onu atırsan? Az olsun, mən sevən insan olsun. Mahəd yatırsan, göy saat direktə yazmıyorlar. Teşnan uşaqlar, doydum. Devamı için ama çok karıştırdım da karpuz, fanta. Köpəsə, mən də həkim dedi ki, köp çox olur. Uşaqlar, məndə tamaq da güclüdür. Başa düşürsünüz, tamaq güclüdür məndə. Saçın ağarı və o heç. Saqqalımın deyib, oldusu da ağarı.
Mən də tamaq güclüdür ona görə, yeyər adamım. Qocaldın, Allah hamıya nəsib qismət eləsin. Belim düzəlir və ayağım düzəlmiş. Uyuşma keyim olur, bayaq maşınımı sürdüm, deyə qırıq getdim aldım. Ayağım yenə başladı uyuşmağa. Tamamına şiş batsın, sən də qarnına batsın. Çox sağ olun. Elə pis yoxa deyil. Yeriyəm də aytıya, nağarım ağrıyır. Nağarım. Ayağım ağrıyan sonra yeriyim. Gecikdirdim də, 18 gün yatıqda zardım. Həmən dəqiqə emeritiyə düşən kimi sabaha girib əməliyyat olmalıydım. Hərə dedi, yox, şikəst qalassan, yarımcan qalassan, get fizioterapiya, bu dərmanı at, o dərmanı at, bu nə at. Gecikdirdim də. O zəng eləyənlər həkim çıxmışdı başıma. Biraz da geç geçseydim iflic oluşaydım. Allah haqqı, iflic. Papacan. Yazıq canım. Elə tıxı deyəndə akşam yeməyimi yerim. Ne kadar siz yemirsiniz? Dedi həkim, dedi bir 5 ay uyuşma, ayaq çeşmə olacaq. İndi bir ay tamam olur da bu ikinci gün yok, o bir ikinci gün. Həkim dedi ki muayene edəndən sonra masaj yazacaq fizioterapiya. 10 gün gedəcəyim masaja. Ayağım, mənim bax belimin ağrısı kəsir. Mənim ayağımdır. Ayağımın uyuşması, ağrısı kəsmiş. Gəzəndə uyuşma keyim olur ayağımda. Maşını sürürəm və ayağımı istələmir amma nətər uyuşursa nətər uyuşur, yaramın yeri sağalır, əməliyyat yaramın yeri. Yüzə şifdir. Allah heç kimə göstərməsin. Siz bilirsiniz, mən 17 gün nələr çəkdim ağrıdan. Ağrıdan bir sizin nəfis ağrıydı. Vurmuş qəyağıma şikəst eləmişdi məni. Oturub ağlayırdım, mənə deyirdim ki, artist deyirdim. O da bəziləri belə girir ki, haqqıma. Gah deyir ki, prim verir. O da mənə hər sözü deyirsiniz. Tane söz qalmış ki, mənə deməyəsiniz. Allah haqqı, hər sözü da mənə deyirsiniz. Söyürsüz, haqsız yerə. Günahımı alırsınız. Davamçı gözük durur. Allah haqqı. Bilmirəm sizlərlə ağırmışam. Yemək yeyirəm, söyürsüz. Hamı bilir ki, mən yeyən adamam biraz. Verirsiniz ki,
kadar haksızlık ediyorsunuz ki. Allah'tan korkun. Ama benim bu TikTok'ta hiç kimden işim yok. Görürsünüz kimse yoktu bak. Bu da ləkədir bak ləkə. Bak bunlar ləkədir. Canım imkan vermir ki durma evime eşiyimi istedim. Max çıxıvara prekərin ağzı elə şeydir. Batıb. Başa düşürsünüz. O biriləri də qadınanın pulundandır. Yaxşı ki Allah mənim ürəyimə görə verir. Ya Rəbbim, ya Resulallah. Pul olmasa mən ölmüşdüm. Pul olmasaydı mən ölmüşdüm. İndi başa düşürəm ki pulsuz həyat heç nədir. Pulun olmasa yıxılır. Allah haqq. Görsən bax, indi niyə gələn yoxdur? Bunun olmasa yıxılır. Əlbəttə ki. Ne kömək lazım? Heç nə də artıq da ayağa dururam. Düzdür babilik. Ayağa dururam. Allah izləyicilərimin canını sağ eləsin. Allah onunla belə gözəl izləyicilərimi çox görməsin. Bax, indi görsünüz evimə eşiyimə gələn yox, axtaran yox. Vallahi Allah ki, kimsə də desə ki, təmmanasız baxıram, inanmayın. Mən dedim, sağalım durmayağa. Mən özüm açıqlamamı verəcəm. Dedim, indi qoyarlar, gedərlər. Heç kim mənə uşaqla pulsuz baxmayıbdır. Bir dənə məndən pul almayan, nətər deyərlər, məftun olubdur. Məftun da ki, burada gəlib canlısı qalxıbdır. Öz evində deyir ki, mənə heç natan yoxdur. Burada yəni kartın qoyub belə pulu olubdur. Başa düşürsünüz? Belə olubdur. Sağ olsun yenə də, haqqını itirmirəm. Emin də pul almayıb məndən. Mənlə qoşulub gedib, lazımı gəldi çimizdirib. Amma valla o imam haqqı o birilərinə pulumu vermişəm. Kimsə də deyə bilməz pulumla, ikisi. Sürəyyada, o birisi də vəfada. Mən pulumu vermişəm. Mənə pulsuz baxmayıblar. Mənə pulsuz baxmayıblar. İndi niyə gəlmirlər? Bax, ev eşi ilk günündədir. İndi şeydir. Görsən pul. Pul olanda gəl, mən pulumu vermişəm. Heç kim deyə bilməz. Ona görə Allah məni heç kimə möhtac eləməsin. Pulumla baxıblar. Bax, yalan deyirəmsə, bu çörək mənə gəlim olsun. Yalan deyirəmsə əgər. Bax, mənə gəlim olsun, bax o çörək. Ona görə deyirəm ki, mənə arvad lazımdır. Ona görə deyirəmsə, pulum olmasa yıxılır. Heç kim sənin qapını deyib, gəlsə baxası deyil. Deyəndə dostlar deyirsiniz manikür. Manikür deyil mi? Manikür sənifdə baxmıyor, bax. Pulumla baxır. Süreyyanın da, o birisinin də hamısının haqqını yekəri qədər vermişəm. Baboşu bəyənmirsiniz, nə yatırsınız canlıda? Mən an düşmüşəm, yaz nə danışırsan? Mənə pulumla baxıblar. Ailədir, qohumdur, yalan danışası deyirəm. Görürsünüz, qapımı açmadılar. Özünüz görürsünüz, gözüm qaldı yolda, kameradakı, bəlkə gələr, görürsünüz, gəlmədilər. Mən nə yalanla deyim ki, mən pulumu vermişəm. Elə bir baxıcı tutmuşam, mənə baxıblar.
Köynəyin çox gözəldir. Qolumu da bayaq toyuğu tutdum, ağaçdaydı deyə cırdı ayağı. Sağ olsun, əlbəttə ki, anam ama yanı pulumla baxıblar da uşaqlar. Kimə də gedib desən ki, günü 15, mən elə çox ağır pastel xəstəsi deyirəm ki, mən deyəm ki, şeydir, mənim yanımda kimsə qalmırdı gecəni, bu ağır xəstə, mənim kimsə gətirib, karşok gətirib altıma tutmurdu, məni yumurdu. O qədər mən güclü xəstə deyildim ki, mən əməliyyat oldum, biraz şey oldu. İndi Allah'a min şükür, durmuşam artıq da öz işimi görün, bax, toyuğumu da, məftun gəldə məftun verir, Allah'a min şükür. Toyuğumu da cüzəmi özüm raxlayıram indi. Deyək, axşam suyunda verdim, motor tutdum, əyirdim, şlankı götürdüm, qabları doldurdum, yaxaladım, yeməyi də verdim, çıxdım, gəldim. Bir dənə indi evi də silə bilmirəm. İndi o da indi bir təmizlik şirkəti var, yenə zəng edəcəm, gəlsin, it batırır, itlə pişik batırır. Ləkə-lükə qoyur, başa düşürsünüz. İt pişik olmazsa mənim evim tərtəmiz qalar. Vəfa xanım, çox sağ ol. Necəsən qardaş? Sağ ol qardaşlar, necəsən? Saxlamadan ağayrım, bağlılıq. Elə biləm onlar da geçsə, məftunun zəhmətini zaten itirmirəm. Allah ondan razı olsun, heç vaxt itirmirəm zəhmətini. Görsəm, danışıram ki, sağ olsun. Bura gələndə mənə baxdı da, kömək elədi, toyuğuma da yemlədi. Siz ara qatmayın, ha. Sizləri qəşə tanıyıram, bəzilərinizi. Sağ olsunlar hamısı. Amma pulumla da yəni hörmətlərini eləmişəm. Baboş heç vaxt yaxşılıq edirən insan deyil. Əvəzini çıxan insandır. Başa düşdünüz? Deyə bilmərsiniz. Baxıb sağ olsun, baboş da haqlarını veribdi. Artıqlaması ilə. Yəni, yaxşılıq itirən deyil, şey eləyən deyil, hörmətin deyil. Görsə, çox gözəl insanam, özümü tərifləmirəm. Amma yəni, deyirəm də, mən də hörmət eləmişəm. İzləyicilərlə dərdləşirəm də, dərdimi danışıram. Və kimə deyim, ailəmdir burada mənim. Ailə olmuşuq, kimə deyim dərdimi. Danışırıq, dərdləşirəm, deyirəm. Görsən, buram ağrıyır, izləyicilərimə deyim. Nağarım, ata yox, bibi yox, ana yox, kimə deyim dərdimi. Deməliyəm, indi deyəcəm ki, səhər deyəcəm ki, ay izləyicilərəm, mən bax, buramdan ağrıqdır. O nədir? Mabir deyildir. İçindən məni izləyən o qədər 55-60 yaşında insanlar var ki, zəhvif deyilər ki, belədir, heylədir. Neyiniyim, böyüyüm buradakilardır. Çoxusu, bax, burada bəziləri mənim orta yaşlı xanımlar da çox izləyir, böyüyüm onlardır. Zəhvif onları dərdləşirəm, deyirəm. Niyə gizliyim? Deyirəm. Mənim gizli işləyəm yoxdur. Evimə bir dənə quruş qalım, onu da izləyicilərimə göstərəm ki, büyünü almışam. Bəzilər kimi oturub ağlamıram canlı da bütün günü. Ağladığımı görmüsünüz, mənim pulum yoxdur, pulum yoxdur. Deyəm, mənim pulum yoxdur, uşaqlar, mənim pulum yoxdur. Deməmişəm heç vaxt.